Salam Arif müəllim, xoş gəlmisiniz. Aleykümselam. Çok sağ olun. Teşekkür ederim. Sizi kitabxanamızda görməyimizə çox şadıq. Çok sağ olun. Minnettarım. Sağ olun. Arif müəllim, sizi ilk dəfə Azərbaycanın istiqlal şairi, vətən şairi Bəxtiyar Vahabzadənin kitabxanamızda keçirilən 90 illik yubileyində gördüm. Əsl ziyalı bir insan olduğunuzu anladım və kitablarınızı da oxudum. Və belə qərara gəldim ki, niyə ki, Maarif müəllimi, Maarif ustanı yaxından tanımayaq, kitabxanamızda onu bir daha salamlamayaq. Bir daha xoş gəlmisiniz. Sağ olun, minnettarım. Sağ olun. Sizin həyatınıza baxanda, qulaq asdıqca, kitablarınızdan, internet saytlarından qulaq asdıqca, yəni çox keşməkeşli, inişli, yoxuşlu, dərəli, təpəli bir həyatınız olub. Təhsil almamısınız, oxumamısınız. Amma sonradan nədənsə birdən-birə oxudunuz. Necə oldu bu? Bir də adınızda Maarif var. Yəni, sizə elə gəlmir ki, Maarif adı hər kəsin, ümumiyyətlə, sizə elə gəlmir ki, hər kəs öz adının taleyini yaşayır. Kimdir Maarif usta? Niyə görə Maarif usta? Elə bundan başlayaq, sonra niyə görə necə oldu ki, oxumağa başladım. O suala cavab verməyə çalışaram. Adıma qoşulan usta sözünün səbəbi usta olmağım. Yəni, mən uzun illər, 28 il gülgər işləmişəm, taxta ilə işləmişəm. Yəni, mebel əşyalar düzəltmişəm. Məsələn, İmişli rayonunda bəlkə də minlərlə evdə mənim düzəltdiyim əşyalar bu gündə durur. Məsələn, rayonumuzun mərkəzində mədəniyyət sarayının qapılarını mən düzəltmişəm. O vaxtı, məsələn, Heydər Əliyev muzeyi var idi, onun qapısını mən düzəltmişəm. Yəni, bir çox böyük sarayların, toy saraylarının hamısında, yəni böyük işlərin çoxsunda mən iştirak eləmişəm. Beləliklə də mənim adımda o usta sözü qaldı. Yəni, belə. Amma necə oldu kitab oxumağa başladım? Bu uzun bir cavab istəyir, bu sual açığı. Çünki həqiqətən də necə oldu ki, mən dönüb birdən-birə kitab oxuyan adam oldum. Hansı ki, 6-cı sinifdən sonra məktəbə gedə bilməmişdim mən. Yəni, doğrusu bilmirəm, hardan başlayaq, hara gələk, amma... Gəlməyəm, birinci sizin adınızdan başlayaq, Maarif adı. Yəni, Maarif, hər kəs, mən bunu müəllim dəfələrlə görmüşəm də, mən bunu sınamışam, görmüşəm də ki, hər kəs öz adının taleyini yaşayır. Məsələn, sizin düzdür, bu da indi deyəcəyim sual da ayrı bir mövzuya aiddir. Məsələn, sizin ikinci bir adınız da var, Qüdrət adı. Bax, bu iki ad sizin gələcəyinizdən xəbər verirdi. Niyə görə? Məsələn, sizə elə gəlmir ki? Maarif adı, ümumiyyətlə... Maarif adı müəllim... Maarifləndirən mənasındadır da. Yəni, insanlara elmi, biliyi aşılayan, öyrədən, yol göstərən, maarifləndirmə, bildirir. İndi o adın mənim həyatıma təsiri, taleyimə təsirinə gələndə... Məsələn, sonraki həyatınızda, sonraki taleyinizdə... Yəni, açığın deyim ki, mən elə düşünmürəm ki, xüsusən o adın mənim həyatımda, taleyimdə bir rolu olub. Niyə görə belə düşünürəm? Ona görə ki, mən artıq, necə deyərlər, o kitab oxumağa başlayanda, ümumiyyətlə, gündəlik, düşünürsünüzdə mən 15 yaşımdan sonra gündəlik həyatımın gündəlik şəklində qələm almışam. Həmin dövrlərdə də heç doğrusunu deyim ki, mən bəlkə də Maarif sözünün mənasını bilməmişəm. Amma məndə bir elmə, biliyə dərin maraq oyanıb. Bəlkə də gizli bir təsiri olub. Allah Taala tərəfindən. Bir işarə gəlib. Hə, bəlkə də var. Mən açığı onu tam mənası ilə deyə bilmərəm ki, hə, bu adın mənim həyatımda bir ciddi təsiri olduğunu deyə bilmərəm. Qüdrət adı da eləcə. Qüdrət adı, yəni, əskəridə onda fikirləşmişdim ki, bu qüdrət. Soruşdular o adın mənası nədir? Yadıma düşdü o vaxt, dedim ki, Maguchi. Yəni, hər şeyi bacaran mənasında da qüdrətli. Bu adın da mənim həyatıma təsiri olub. Açığın deyim ki, İmişli rayonunda ən azından da yaşadığım yer buradır. Burada mənim adımın qüdrət olduğunu bəlkə də bilən, elə siz bəlkə də çox nadir adamlardansınız ki, o adı, o yəqin kitabda görmüşsünüz. Bəli, bəli.
Yəni onun da bir ad tarixçəsi var, Qüdrət var adının. Bəli. tarixçəsi, bəli, orada bir dərin məsələ var. O Hı. doğulma hadisəni yəqin deyirsiniz. Bəli. Hə, yəni ki, Yəni doğrusu deyim, mən elə ehtimal eləmirəm ki, bu adların mənim həyatıma, taleyimə bir təsir olur. Niyə görə bunu başqa bir yerdən də əsaslandırmaq olar? Məsələn, yəni adı Məhəmməd olan adamlar var, amma yəni Məhəmməddən çox-çox uzaq bir mövqedə bəli, dayanır. layiq deyilər. Layiq nə olsun? Yəni adı Sərraf olanlar var, amma sərraflığı yoxdur. Yəni Bəzən deyirlər ki, heyf o addan ki, sənə qoyublar. Bax, bəzən elə də bəli, deyirlər. tamam. Yəni Hə. belədir. Qaldı indi bu elmə, biliyə marağımın səbəbinə gələndə, necə oldu ki, mən kitab oxumağa başladım? Bu mənim dərin iç ehtiyacımdan doğdu. Yəni elə bir ki, mən o çarəsiz qaldığım bir zamanda, bir vaxtda yol axtarırdım ki, mən nə cür bu düşdüyüm çətinlikdən, quyudan çıxa bilərəm. Təsəvvür edin ki, o quyu dediyim necə bir quyu idi. Bilirsiniz də, ikinci kitab. Oxum, bəli, oxumuşam, bəli. Amma o ikinci kitab quyu olması üçün, yəni hardasa 45 yaşımdan 50 yaşda olan dövrümdə o quyu kitabı yaranır. Amma əsl səbəb həqiqətən də həyatımın bu quyu dibindən başlamasıdır. Yəni kitabdan oxumusunuz da, bilirsiniz ki, mən böyük bir ailənin içərisində doğulmuşam. 10 nəfər qızın olduğu bir ailədə böyümüşəm. Külfət. Bəli, külfət ailə olmuşuq. Yəni belə bir şəraitdə mən məktəbə getmirdim. Ondan sonra təhsil almaq imkanım demək olar ki, heç sıfır idi də, yəni ehtimal yox idi. Ata-ana savadsız. Ondan sonra yəni özüm də uşaqlarımla oturub durmağa meyilli bir adam. Yəni açığı bərbad bir vəziyyətdə idim. Elə bir vəziyyətdə olanda günün birində yəni mən özümdən soruşdum ki, mən hara gedirəm, mən kiməm, mən nə edirəm? Məktəbdən ayrılıb qaç, ata-ana sözünə baxma, oğurluq elə, ondan sonra gedib küçə uşaqları ilə oturub qumar oyna. Yəni elə bir Yəni sonu fəlakətə gedirdi də mənim bunu. Açıqca, yəni belə bir şey idi. Amma nə elədi? Əsas o təkamverici nə oldu? Hə, o bilirsiniz, bəlkə də kitabdan yenə də bəli, oxuduğum kitab haqqında Məmməd Səid Ordubadinin Qılınc və Qələm. Bəli. Mən o kitabı, yəni bəlkə də 100 dənə kitab axıb gedərdi altda. Mən ona baxmazdım. Mən də onu fikirləşirəm. Amma mənim ehtiyacım o anlarda mən o istədiyim qıza məktub yazmaq haqqında düşünürdüm. Elə bir yol axtarırdım ki, mən o vasitə ilə öz fikirlərimi o qıza çatdıra bilim. Amma oturdum bir qələm, kağız götürdüm, yazmağa başladım, gördüm mən yaza bilmirəm. Yəni söz tapa bilmirəm bir tərəfə, üstəlik də axı xeyli vaxt 2 ilə yaxın da məktəbə getmirəm deyə artıq hərfləri unuduram. Bəzi hərfləri yazmaqda çətinlik çəkirdim. Həqiqətən. O kitabı gətirdim, yavaş-yavaş onu hecalı oxumağa başladım. Eləcə artıq mən kitabı başa çıxıb deyiyorlar. Həm də o kitabdan o qıza yazmaq istədiyim məktub üçün sözlər seçirdim. Bu məktubu ki yazdım mən, düzdür, o məktubu göndərə bilmədim. İndi o vaxt mənim 15 yaşım, o qızın da 13 yaşı var. Yəni bu xəyali bir şeylər idi sanki. Məktubu yazdım və elə hiss elədim ki, mən nəyəsə belə qalib kimi hiss elədim. Mən başa düşdüm ki, kitabdan mən açıqca öyrəndim də bu məktub yazmaq. Deməli, kitabların belə bir funksiyası var. İnsana kömək edir kitablar. Deməli, əgər çətinə düşmüsənsə, onda kitablara müraciət edib, oradan səni o quyudan çıxardacaq pilləkəni qura bilərsən ayağının altına. Bax, mən bunu o vaxtı dərk elədim və ondan sonra da demək olar ki, kitab mənim həyatımın ayrılmaz bir hissəsi oldu. Yəni, nətər deyərlər, oxumadığım gün elə bil ki, nəsə bir şey itirmişim. Bilirsiniz, məsələn, o Qılınc və Qələm, Məmməd Səid Ordubadinin Qılınc və Qələm, yəni möhtəşəm bir əsərdir. Məmməd Səid Ordubadinin şah əsərlərindəndir. O sizin qarşınızda, bilirsiniz, Marif müəllim, sizin insan həyatı elədir ki, bəzən mən təsadüflərə inanıram. Bax, oradan, o arxdan başqa bir kitab da keçərdi. Mənasız bir kitab da çıxa bilərdi. Amma bu da bir sizin gələcəyinizə
Deməli müəllim, siz yaxşı insan olmusunuz da, Allah Taala onu. Ya mən bunu tam səmimiyyətimlə deyirəm. Deməli müəllim, siz yaxşılığa doğru gedən bir insan olmusunuz. Siz yaxşı olmaq istəmisiniz, yaxşı uşaq olmaq istəmisiniz ki, Allah Taala'nın da sizə bir yazığı gəlib, deyib ki, bu bəndəm yazıqdır. Bu bəndəm niyə uçuruma getsin? Mənə yönələn bir ağlı var, zəkası var, insanlığı var. Qoy bunu kömək edeyim, bu kitabı onun qarşısına çıxardım. Olar. Yəni mən bir neçə dəfə ümumiyyətlə həyatımda açılıb kitablarla bağlı bu qədər böyük sevinç tapmışam ki, elə bil ki, bax bir dəfə o ümumiyyətlə həyatı anlamaq çalışmaları içindeydim. Başa düşmək istəyirdim ki, bu həyat nədir, necədir. Mən o zamanlar, məsələn, hələ əsgəridən qabaq idi. Əlimə Nəsrəddin Tusinin Əxlaq Nasiri kitabı əlimə düşdü. Sonra əsgərlikdə olanda, məsələn, belə bir kritik vəziyyətdə idim ki, həqiqətən də uçub dağılmış, dünyası dağılmış bir adam idim mən. Yəni, nətər o vaxtı artıq o qız 5 illik o sevda sona çatmışdı, o qız başqasına getmişdi. Atam dünyasını dəyişmişdi. Allah rəhmət eləsin. Artıq mən, məsələn, bu vaxtı 20 yaşımda idim. Tam demək olar ki, oxumaq imkanlarını tam itirmişdim. Yəni, ümidim qalmamışdı. Sonra, üstəlik bir başqa hadisə də var idi. Atam bir başqa qızla mənim evlənməyimi vəsiyyət eləmişdi. Yəni ki, həyatım uçulub dağılmışdı. Elə bir hər şey üst-üstə düşmüşdü. Yəni, elə bir ki, hər tərəfdən baxırdım ki, yox, mən gələcəyim artıq sıfırdır da. Yəni, mən bu gedişlə hara gedə bilərəm? Bax, belə bir düşüncələr içindeydim mən. O bədbinlik deyirlər, o bədbinliyin belə bir dibinə düşmüşdüm. Günün birində gedim kitabxanadan bir kitab tapım. Orada rus dilli ədəbiyyat, 2 kitab vilayətidir orada. Yəni, ədəbiyyat tapmaq çox çətindir. Getdim, axtarıram, 100 rus dilində oxuyurdum mən. Amma indi ana dilində oxuduğum kimi oxuyanmazdım mən. Harada bilirdim rus dilini? Orada az-çox öyrənmişdim. Bir də baxdım ki... Ziyəddin Göyüşov. Ziyəddin Göyüşovun Fəzilət və Qəbahət əsəri. İndi burada Azərbaycan dilində kitab tapmışam, bu başqa bir məsələdir. Amma mənə necə lazım olan bir kitabı tapmışam, bu ayrı bir məsələdir. Yəni, elə tamına deyə bilərəm ki, o quyuya düşmüş adama sallanmış bir ip idi. Tut bundan çıx. Bu dərəcədə reallıqla mən o quyudan. Çünki orada elə şeylər, məsələn, iradə haqqında çox mühüm məsələlər. Elə bil mənə diktə eləyirdi ki, səndə iradə zəifliyi var. Sən zəifsən, sən özünü bir ayağa qalmalısan. Elə bir ki, ruh yüksəkliyi aşılamaqla bərabər həm də yol göstərirdi. Ki, nə etmək lazımdır, necə etmək. Nizami Gəncəvinin həyatında o ki, ilk kitabla ki başladım, Nizami Gəncəvinin ruhu həyatımda çox yüksəkdir. Təsəvvür edin ki, mən heç kimi Nizami qədər çox oxumuşum. Nizami dəryadır, müəllim. Bir fəlsəfədir. Bəli, böyük ölçüdə əsərlərindən mən əzbərdən bildiyim böyük parçalar var, deyərəm sizə. Sonra, yəni, həyatımın əxlaqi tərəfi Nizaminin üslubları ilə olmuşam. Yəni, onun göstərdiyi yoldan getmişəm. Yəni, istər dini düşüncələrimdə, istər əxlaqi düşüncələrimdə, fəlsəfi düşüncələrdə, ilk dəfə fəlsəfi düşüncələrlə Nizami Gəncəvinin əsərlərində tanış olmuşam. O, İskəndərnaməsində çox böyük məsələlərdən bəhs edir. O, Yunan filosoflarından, Platondan, Aristoteldən, Sokratdan bəhs edir. Yəni, çox dərin şey, o vaxtı onları mən o kitabın arxasında şey olurdu, adlar siyahısı. O adları ən çox mən dərindən öyrənirdim. Oradakı məsələlərin nə cür baş verməyin, qədim hadisələri zatları. Yəni, kitabdan dördü söhbətimiz, amma görürsünüz ki... Olur, elə müəllim. Ona görə mənim üçün də... Müəllim, bir az dediniz, böyük ailəniz olub. Ata, ana, 12 uşaq. Necə, müəllim, biraz istəyərdik ki, uşaqlığınızdan danışardınız bizə. Bir də dünyaya gəlişinizdən, bir də o qüdrət adı.
Hamısı bir yerdə bir sual olsun. Bir şeirim var, mən bilmirəm nə qədəsi yadıma düşər. Uşaqlıq görmədim bu dünyada. Mən qarğa at minmədim axşam çağları. Nə bir çərtələyim, nə topum oldu, nə də uçurmadım quş yuvaları. Mənə yasaq oldu dünyanın var. Açıq kasıb ailə olmamışıq biz. Atam sağlığında biz kasıb olmamışıq. Yəni məsələ kasıblıq deyil. Məsələ ən çox mənim dünyam idi, şəxsi dünyam, həyata baxışım. Yəni mən o kitabda var o ailənin ölüm hadisəsi. Xatırlayırsınız. Onun da bir sualı var. Bəli, məsələn mən üçün elə bir o vaxtı o ölüm hadisəsi də, yəni bilirsiniz də o hadisəni deməli sinifimizdə bir qız oxuyurdu, adı Aydın idi. Müəllimə hər gün jurnaldan adlarımızı oxuyurdu. Biz ayağa qalxıb müəllim buradayam, buradayam deyirdik. 3-cü sinifdə. Ölümlə tanışlığınız. Bəli, bəli. Mən orada ölümün, yəni o qız rəhmətə getmişdi. Müəllimə soruşdum, Ayda xanım, dedilər ki, qızlardan biri qalxıb dedi ki, müəllim, Ayda ölüb. Elə bir ki, bu müəllimənin cavan qız uşağı idi, məncə yeni qurtarmışdı da institutdadır. Belə idi, tarixçi müəllimi. Çöktü üstüla, başladı ağlamaq. Belə bir mən həyatda onda başa düşdüm ki, yox, bu nəticə, bu ölüm çox dəhşətli bir şeydir. Qorxuludur. Elə bir ölümü anladım onda mən. Yəni ki, bu dünyada ölüm var. Yəni bunlar elə bir ki, o uşaq yaşında adamın bunları dərk eləməsi, bunları anlaması əslində özlüyündə bir nətər deyim, israf verirdi, əzab verirdi ki, bu həyat budur, belədir həyat. Yəni, bu cür. Qaldı ki, mən doğulma hadisə. Sizin müəllim, sizin dünyaya gəlişiniz, mən Cabir Novruzun Mənim Nəslim şeiri var. Xoşum gəlir o şeirdən. Deyərdim ki, mənim üçün ümumiyyətlə hər bir şairin şah əsərləri olur, amma elə şairin əsərləri var ki, bütün əsərləri şah əsərlərdir. Mən deyərdim, buna Bəxtiyar Vahabzadə, Cabir Novruz, Nəbi Xəzri. Bax, mən deyərdim ki, Cabir Novruzun bütün şeirləri zəngindir, şah əsərdir deyərdim. Amma Mənim Nəslim şeiri daha deyərdim ki, insana bütün o keçmişi dərin, keçmişi kədərli olan insanlara daha yaxındır bu şeir. Sanki sizin həyatınızı oxuyanda o şeir yadıma düşür. Mən sizə deyim ki, Cabir Novruzun o Mənim Nəslim şeiri mənim kitabımın xülasəsidir. Yəni, o dərəcədə orada bənzərlik. Həyatın həqiqətən də mənim nəslimin yaşadıqlarım biz yaşamışıq. Sadəcə olaraq Cabir Novruz da, mən də nə eləmişik biz? Biz hamımızın yaşadıqlarını qələmə almışıq. Yəni, bizim hamıdan fərqimiz bu olur ki, biz yaşadıqlarımızın fərqində olaraq bunları qələmə getirir. Dəftərə hərfə edilir. Budur fərq. Yoxsa ki, hər kəsin baxırsan həyatı acılarla, şirinlərlə dolu. Hamı, hər kəsin bir nə bilim, yaşadığı hadisələr var, çətinliklər var. Amma fərq buradadır ki, məsələn, mən bütün həyatım boyu baş verən həmin o yaşadıqlarımı qələmə almışam. Buna görə də yaddaşımda qalır, dəftərlərdə qalır, xatirələrdə qalır. Belə. Sizə qarşı pis olan insanlara, yəni o söhbət yeniyetməlik, ən çox insanın beynində yeniyetməlik vaxtı qalır da. Bir yeniyetməlik, bir də ki, uşaq vaxtlarında olan hadisələr bir uşaq üçün bir ağır, necə demir, travma olur. Necə belə o insanlara necə cavab verərdiniz? Bax, sizə pərt eləyən insanlara nə cavab verərdiniz? Maraqlı bir hadisə yadıma düşdü, yenə həyatımdan, elə uşaq vaxtımdan. Onu deyəcəm sizə. Amma ümumilikdə götürəndə mən keçmişimi demək olar ki, lənətlədiyim heç nə yox. Yəni, kaş o olmayaydı, kaş belə olmayaydı kimi bir fikir məndə yaranmıyor. Niyə görə yaranmıyor? Çünki nəticə etibarı ilə, yəni bugünün nöqtəsindən baxanda o hadisələr mənim həyatımda müsbət rol oynuyor. Mənfi təsiri olsa da o an üçün.
Məsələn, mən çox deyə hadisə, yəni qoyun danışacağam. İki dənə hadisə var. Qoyun birim danışım qutarım, sonra o birinə keçərəm. Olsun. Mən məktəbə getmədiyimə görə atamın yanında dəmir yolu stansiyasında fəhləlik edirdim. Orada bir qırmızı sklat vardı. Dünyanın SSR-nin o vaxt hər yerində dəmir yolu stansiyalarında o sklatdan tikirdilər. Böyük taxtadan tikilmiş yaşlı adamlar xatırlaya bilərlər. Mən axşam, gündüzlər gedirəm orada işləyirəm, yoruluram. Axşamlar gedirəm, mənim bir dayım var, xəstədir. Onun yerində qarol çəkir. Deməli, o tədarük idarəsi deyilən, o 3 manat pul oğurlamışam, o hadisədə bir ayrı. Bəli, yaz. Daha doğrusu oğurlamışam, yox. Qazanıb, aparıb, uduzmuşdum 3 manat. Həmin bu idarə, həmin idarədir ki, orada dəri yükləyirlər, neyirlər, belə-belə şeylər var. Həmin idarənin qarolçusudur, gözətçisidir mənim dayım. Dayım ağır xəstədir. Məni anam xahiş edir ki, get dayım yerində qal da, indi dayım xəstədir. Bir neçə gün onun yerində qalır. Mən təsəvvür ediyorum ki, axşam o işdən çıxıram, gəlib gedirəm, ora, o qarolxanada, o gözətçixanada gecəmi keçirdirəm. Günün birində artıq 5-10 gündür belə mən hər gecəni orada keçirdirəm. Günün birində o dəmir yolu işindən yorğun gəlmişəm, çörəyimi yemişəm evdə. İndi gedirəm axşam orada növbə çəkməyə. Çölün ortasında mən dayım arvadı qabağıma çıxdı. Dedi, hara gedirsən? Dedim ki, idarəyə gedirəm də, orada növbəyə gedirəm. Dedi ki, sən bilən mənim qızımın, qızılların kimi uğurlayıb. Mən onda 17 yaşım var, həmin o dövrdə. Dedi, sən bilən mənim qızımın, qızılların kimi uğurlayıb. Dedim, bilmirəm. Dedi, sən bilmirsən, sən Churchill'dən çox bilirsən. Churchill'də o dövrün mənə misal olub, onun o hərəkətləri, sən Churchill'dən çox bilirsən. Bir doğrusu o anda heç nə başa düşmədim. Getdim, axşamı gecələdim orada. Sonra məlum oldu ki, qızın öz qardaşı bacısının evindən, bacısına aid olan qızılları oldu. Yəni bunun üstü açıldı da bilindik. Aradan bir neçə il keçəndən sonra o dayım oğlanları, bir başqa dayımın oğlu mənə dedi ki, sən bilirsən o vaxtı onlar o qızılın uğurlanmasını səndən görürdü. Siz onu deyəndə mən təxmin bildim. Öz-özümə belə doğrudan onda çaşdım ki, nətər yəni, bax, fikir verin burada, siz deyirsiniz kimlərdən incimisən. Mən o cür yorğunluqdan sonra gəlib gedirəm orada, gözətçixanada qarol çəkirəm. Həm günüm, gecəmin yarısını yatıram, yatmıram orada. Amma uğurluqda mən tanımıyorum. Xəbərim olmuyor. Sonra da məlum oldu da deyim. Yəni onlar müəllim heç vaxt insan yaddaşından silmir. Silinmir. İnsan bilmirəm müəllim, mən heç vaxt belə bir insana mən ömrü boyu bağışlayıram, amma heç vaxt yadımdan çıxartmıram. Mən də eləyəm. Əsas unutmaq olmur, axı unutlanmazsan. Amma ki, bağışlamaq sənin əlində, unutmaq səndə deyil. Bağışlamaq səndə. İkinci bir dəhşət hadisə, yəni o qeyri-adi hadisələrdən biri də yenə budur ki, mən sonralar öz-özümə fikirləşdim ki, o bəzən deyirlər, Allahın 40 il səbri var. Belə ifadə var, axı deyirlər, Allahın 40 il səbri var. Sizcə mənim 40 il səbri var, yoxsa məcazi mənada deyilən bir sözdür? Yox, mən deyirəm ki, sizə o 40 il məsələsi Allaha aiddir, o insana aiddir. Yəni, insan bir hadisənin, bir işin sonunu görmək istəyirsənsə əgər, onda 40 il səbirli olmalısın. Bəzi hadisələrin üstünün açılmasından ötürü 40 il yaşamaq olmalısın ki, o nəticəni görəsən. Həqiqətən də mənim də 65 yaşım var, mən çox şeylərin sonunu gördüm. Adamların necə doğulduğunu da gördüm, necə öldüyünü də gördüm. Yəni, bilmirəm, mən həyatım bu təcrübələrdən ibarətdir. Mən yazdıqlarım da təcrübələrdən ibarətdir. Bir də bax, bu hadisədə danışıram.
Dəmir yolu stansiyasında o vaxtı dediyim kimi biz fəhlə işləyirik, atamla birgə işləyirək. Vaqonlar gəlir Rusiyadan, kömür gəlir. O kömürün belə lüflar var. Onlara açılıb kömür töküldüyü yerə oradan bel vasitəsilə o kömürü maşınlara ölçü ilə yığılır. Məktəblərə aparılırdı o vaxt kömür. Deməli biz o işin fəhləliyini edirdik orada. Bizə hər aparanlar 3 manat, 4 manat belə pul verirdilər. Yaxşı pul qazanırdıq. Çox idi. Gündə elə olurdu 50 manat, 100 manat da hətta pul qazanırdıq. Yəni o məsələ o deyildi. Bir gün elə bir ki, vaqonu açanda 3 gün, 4 gün çəkirdi də. 70 tonluq vaqonlar idi. Biz onları belindən atırdıq maşına. Günün birində yenə də yorulmuşam tam, axşam çağıdır, artıq gələn adamlar azalır. Oturmuşam o dəmir yolu reysinin üstündə. Bir nəfər... Neçə yaşınız var müəllim onda? 17 ya 18, 18 deyil, 17-dir. 17 yaş. Bir nəfər belə kalostoklu adam gəldi, yaxınlaşdı mənə, belə qolundan tutdu, çəkə-çəkə gətirdi. Atamın yanına. Dedi, heç utanmıyorsan sən. Bu cür uşaq tərbiyə edirlər. Bu nə uşaqdır? Mən belə danışır, başa düşmüyorum ki, bu nə deyir. Düzün deyim ki, atam da durub baxır belə, atam da elə bir başa düşür. Sanki mənəm, mən nəsə bir günah iş tutmuşam sanki. Belə baxırlar mənim üzümü, başa düşmədim. Heç cavab da verə bilmədim. Sən nə deyirsən axı, mən nə eləmişəm ki? Nəysə belə dedi. Üzüm istəyirəm, axırda da belə tüfürdü ki, bu nə uşaqdır, belə çıxdı. O məni nədəsə oğulluq eləməkdə ittiham edir. Çünki onlar da başqa vaqonda işləyirdilər. Başqa vaqondan onlar raypo deyirlər, ona gələn produktu boşaldırdılar. Bəlkə də orada işçinin biri produktu götürüb məni küşləyib, bax, odu eləyər. Bilmədim, mən onu dəqiq deyə bilmərəm. Bəlkə ona görə ki, müəllim, axı o vaxtı dəqiq bilmirəm. İndi mənə də belə, sizdən də elə də, məsələn, ola bilərdi ki, bunun bu uşağın, yoxsa 17 yaş dediniz. 17 yaş. 17, hə, 17 yaş. Məsələn, o vaxt olardı, təxminən 35-40 yaş olardı orada. Yox, niyə görə deyirəm ki, fikirləşirdi ki, bunun tayları məktəbdə olmalıdır. Yox, o mənada deyil. Yox, o başqa vaqonun sahibi idi. Vaqondan mal boşaltdırırdı o adam. Oranın işçisidir o. Rayko deyilən müəssisənin işçisiydi. Oradan o mal boşaltdırırdı. Orada produkt gəlirdi. Ola bilsin ki, kimsə oğurlayıb mı, nəsə, o məni oğurluqda ittiham edirdi. Mən elə başa düşdüm. Təsəvvür edin ki, mən heç nə tapıb deyə bilmədim. O çıxdı getdi. Amma mən yenə aciz qaldınız. Ürəyimdə bir yara qaldı. Yara qaldı. Nə idi? Atam da yanında mən çox utancağam, onu sizə deyim. Pərt oldunuz. Atamın yanında səsimi çıxarda bilmirəm. Yəni, o mənə döyüş söymür. Heç ömrümdən mənə bir, ümumiyyətlə mən ailədə döyülmək, söyülmək, işgəncə heç nə görməmişəm. Yəni, belə şeylər olmuyor bizim ailədə. Sadəcə olaraq çəkinirdim, çəkingən idim. Utanırdım, başa düşmədim nədirsə bu. Neysə. Deməli, bu söhbət belə qaldı. Gəldik evə, içimdə amma elə o yara kimi böyünür. Yəni, yavaş-yavaş indi bu hər yara bir şey olur da, bir qaysaq bağlayır. Təsəvvür edin ki, aradan 20 il keçir. İndi mən artıq 37 yaşım var, o məsələn 57 yaşı var. Təsəvvür edin, belə bir şeydir. Amma illərdir mən 20 ildir bu adamı görmürəm. 20 il ərzində bu adamı görməmişəm. Bir dəfə kəndə, həmin o adamın olduğu kəndə getmişəm. Mən bilmirdim, o adam da kətlərdir, o bilmirdim. Bir yas mərasiminə getmişəm. Yanımda da bir, həmin kənddən olan bir adam var da, elə ona görə getmişəm o yas mərasiminə. Orada gördüm ki, bir adam gətirirlər, əlini, qolunu tutub gətirirlər, kördur da, yəni kör adam gətirirlər. Mən baxan kimi tanıdım. Təsəvvür edin ki, mənim ümumiyyətlə göz yaddaşım çox pisdir və yəni adamları ciddi bir hadisə olmayana qədər yadda saxlaya bilməm. Amma adamı 20 ildən sonra görən kimi tanıyır. Çünki insan yaddaşından müəllim silinmir. İnsana pislik eləyən insan heç vaxt yaddaşından silinmir. O tanışımdan soruşdum ki, kimdir, dedi filan kəs. Dedim o kördür, dedi o 20 il kördür. Hesabladım ki, həmin dövrə düşdü bunun körünə. Ay da, heyrətdə qaldım. Nətər yəni, doğrudan belə bir şey olur. İlahi ədalət. İndi mən bir dənə də ayrı bir
İlahi bunu ədalət. tamamlayayım. Tarmayla misallarına gəlir tabii ki. Bu da maraqlıdır. Qoy bunu deyim, Buyurun, bitirəcəm. buyurun. Deməli, bu hekayə, bu hadisə mənim çoxdan oxuduğum bir hadisəni yadıma saldı. Demək, bu dərvişlərin müxtəlif təriqətli dərvişlər var. Dərvişlərin bəzilərində belə bir təriqət var, qayda var ki, deməli, bu ərmişlik dövrünə çatanda, yəni kamillik dövrünə çatanda, onlar bilirsiniz, ən azından 1000 gündə 40 dənə imtahandan keçirlər. Aşpaz olurlar, nə bilim, mehdər olurlar, odun doğrayan olurlar, su daşıyan olurlar, nə. 40 pilləni, 40 mərhələni keçəndən sonra, yəni onlara artıq dərviş nişanı verilir. Kamilliyə yetişən dərvişlərin bir qaydası var. Onlar deməli getməlidirlər dəlləkə, başların, üzlərin, qaşların, tüklərini təmizlətdirməlidirlər. Bu, onların həmin o kamillik dövrünə çatmasının bir nişanəsi. Bir nişanədir. Nəysə, deməli, indi bir dərviş, o ərmiş dərvişlərdən biri gəlib dəlləkdə oturub, təmizləməlidir tüklərdən. Dəllək dərvişin başının yar hissəsini qırxmışdı ki, bu anda bir dənə qoçu, o dövrün qoçusu da, Poluzorlardan biri girir içəri. Gəlir dərvişin başına bir şillə vurur, belə deyir ki, balqa bax, otur orada, növbə mənimdir. Dərviş sakitcə durub, oturur orada, bu dəllək bilir bu adamın sıradan adam olmadığını, yəni bu dərvişin, amma qoçuya da bir söz deyə bilmir, qorxur. Ki, desin ki, bu axı elə belə adam deyil, hörmətli bir adamdır, sən belə təhqir edirsən bunu. Dərviş oturub orada, dəllək bunun başını, üzünü qırxır, nə edirsə, bu qoçu işi bitirəndən sonra durur, gəlir, bir də bir şillə vurur, deyir, balqabaq, keç otur, sərin olur. Bu da sakitcə gəlir, oturur, nəysə. Bu dəllək dükanının önü bir belə dikdirdir. Üstdən aşağı belə daş döşənmiş bir yol. Bu yolda at arabaları gəlib keçir. O qabaq belə idi də, qoşa at qoşulmuş arabaların ortasında bir ox olurdu. O təkərləri döndərməkdən ötürü idi. Atın biri sağa bağlanırdı, biri sola. Orta hissəsində o milin ucuna bir dəmir şiş vururdular. Üstdən aşağı gələn at arabası, bu anda da dəlləxanadan düşən qoçu düz gəlir qoçunun ortasından vurur, qoçu yerində də canını bağışlayır. Bu səsə qıya, bu anda dəllək də gəlir, hamı töküşüb gəlir, dərviş də gəlir, baxırlar ki, ölüb. Dəllək baxır, yerdə qalmış qoçuya, bir də dəlləkə baxır, dərvişə baxır, deyir, dərviş ağa, çox olmadı ki, deyir, vallahi mən o bağışlamışdım. Amma görmür ki, balqabağın da bir Allahı var. Bu mənada, yəni, hadisələrin sonu görməkdən ötürü, doğrudan da insana səbir olacaq. Bunları çox görür. Bəzən səbir eləmək lazımdır. Bir də hər kəsin içində bir mən var. Sizin də içinizdə bir mən var. Hər kəsin içində bir mən var. Yoxsa həyatı qananların, o Bəxtiyar Vahabzadənin bir sözü var. Deyir, həyatı qanana ögəydir həyat, onu qanmayana doğmadır ancaq. Hər kəsin içində bir mən var. Amma ki, kimisi o içindəki ilə düşmən deyil, kimisi dost. Bir də müəllim, xoşbəxtliyin rəngi olur. Ümumiyyətlə, xoşbəxtliyin necə rəngi olur? Yox, xoşbəxtlik hansı rəngdə olur? Xoşbəxtlik hansı rəngdə olur? Bəlkə də mən belə deyərəm. Xoşbəxtlik göy qurşağı rəngidir. Göy qurşağı. Orada rənglərin hamısı var. Təkcə yaşıl rəng şey verməz. Təkcə qırmızı, o sarımtıl rəng şey verməz. Amma o rənglərin ahəngi oradakı odur, o bütün olur. Yəni onda, yəni həyat, yəni ki, tək qaradan da ibarət deyil, təkcə ağdan da ibarət deyil. Həyat o vaxtı
yaxşı yaşanmış sayılır ki, rəngbərəngdir. Xoşbəxtlik dediyimiz anlayış ümumiyyətlə nisbi anlayışdır. Yəni xoşbəxtlik yolu getməkdir, hədəf deyil. Hədəfdə xoşbəxtlik yoxdur və yaxud da hədəfdə xoşbəxtlik bir anlıdır. Yəni sən bir şeyə çatırsan, o çatdığın o anın sevinci sabahın açılana qədər davam edir. Sonra artıq yeni bir nəsə bir yeni arzuların dalıyca qaçmalısan. Xoşbəxtlik belə olur. Yoxsa ki, nəyəsə çatdım, xoşbəxt oldum hissi yoxdur. Bu mənada həyatın, yəni o xoşbəxtliyimiz dediyimiz şey rəngbərəngdir. Yəni rəngi yoxdur, konkret bir rəngdə deyil. Yox, müəllim, dediniz, ümumiyyətlə oxudum, kitabınızda da oxudum, o yeniyetmə vaxtlarınızda o sevdiyiniz qız haqqında. İndi müəllim, o sağdır. O qız. Məsələn, 40 ildən sonra o qızı görsəydiniz, salam verərdiniz. Yoxsa bir salama dəymədi. Yoxsa bir salama dəymədi. Axı sizinizə sevginiz 5 il davam edib. 5 ildə gözümüzdən axan o qanlı sellər bir salama dəymədi. Verərdiniz müəllim salam? Yox. Bilirsiniz, onun da ailəsi var. Yəni mən həmişə o qızın xoşbəxt olmasını dərindən arzulamışam. Hətta belə bir şey demişəm ki, əgər o xoşbəxt olmasa, mən özümü xoşbəxt hiss edəməm. Yəni nə mənada ki, mənim ucumdan, mənim nə bilim, hansısa bir deyək ki, ondan evlənmə imkanı var idi. Məsələn, qoşulub qaça bilərdi, falan idi. Və yaxud da mən ona dirənsəydim, dayanardı, gözləyərdi. Amma bütün bunları bilmişdik ki, mən oradan kitabdan mən eləmədim də, mən başqa yol seçdim. Mən artıq qərara gəlmişdim ki, onun qızla evlənməməliyəm. Buna görə də, yəni açığın deyim ki, onun həyatda yaxşı bir yer tutması, xoşbəxt olması, nənə olması bu günləri mənim üçün sevindirir. İç rahat, qəlb rahatçılıdır. Qaldı ki, vicdanınızı rahatlandırır. Qaldı ki, onu mən xatırlayırammı? Əlbəttə xatırlayıram. Həyatımın bir böyük parçasıdır. Amma bu o deməkdir ki, mən onun həsrətini çəkirəm, onu görmək istəyirəm. Yox, belə bir şey də yoxdur. Yəni açığın deyim. Çünki yəni mən də ailəli adam, o da ailəli adam. Bu şeylərə kres qoyulub tip gedib. Bir də ki, mən sizə bir şey deyim. Orada mənim bir şeir var. O şeirdə ifadə eləmişəm ki, nişanlı qız al apar verdiyin əmanəti. Bir də o pak qisməti, hər evinə gedirsən, ürəksiz getmə. Şeir var orada. Bəli, hə, qulaq asmışam. Bizim aramızda da elə bir, nə bilim, biz dost olmuşuq onu. O 5 il biz dostluq elədik sadəcə. Müsalə müəllimə, mən sizin o vaxtı Bəxtiyar Vahabzadənin o çıxışından sizi açıq, mən də elə yadımda qalmışsınız. Çox geniş məlumatlı olduğunuzu mən hiss elədim. Yəni Azərbaycan ədəbiyyatının birisi, yəni maraqla oxuyan bir adam kimi sizi tanıdım. Və mən onu da hiss elədim ki, sizdə şeirə xüsusən böyük bir maraq var. Mən istəyərdim ki, bizim bu söhbətimizin yekunu kimi bir sevdiyiniz bir şeiri səsləndirəsiniz. Olar. Çox sevdiyim bir şairdir. Ramiz Rövşənin Qara paltarlı qadın. Kişilər biri olmur, atan balası. Qorxağı var, igidi var. Amma hər kişinin öləndən sonra gözəl bir qadına ümidi var. Kim olacaq gözlərini bağlayan? Qardaş mı olacaq, yad mı olacaq? Bu dünyada səni ən çox ağlayan, ən çox ağlatdığın qadın olacaq. Göz yaşları yuduqca baş daşını, qəbrini də qucaqlayıb deyəcəksən ilahi. İllər boyu ağlatdığım bu qadın, görən necə saxlayıbdır bu qədər göz yaşını. Bircə kərə nə saçını oxşamışam,
Nə gözünü silmişəm, gözlərimə batır indi saçlarının hərdəni. İllər boyu bu qadına mən axı dərd vermişəm. İndi görəm, niyə çəkir dərdimi? Bu qadın başdaşımı öpüb sığallamaqdansa, yumruğu ilə döysə, döysə yaxşıdır. Qəbrimin üstündə ağlamaqdansa, məni söysə, söysə yaxşıdır. Yeri, yeri, qara paltarlı qadın, kiri, kiri, qara paltarlı qadın. Bu qəbir də min qəbirdən biridir. Başdaşımı bəsdir, bastım bağrına. Bütün mənə ağlayanlar kiridir. Sən də kiri, qəbrim damır, ağlama. Bununla da söhbətimizi yekunlaşdırırıq. Kanalımıza abunə olmağı unutmayın. Kimin nə sualları var, Usta Marifə verə bilər. Sağ olun. Sağ olun. Allah'a emanet.